1173-cü il. Qədim Bakı buxtası. Onlarla düşmən gəmisi Xəzərin qaranlıq dərinliklərinə qərq olur. Bakı qalasından bu qiyamət gününü izləyən Xaqani Şirvani bu hadisəni şeirlərində ölümsüzləşdirir. Bu, adi döyüş deyil. Şimaldan gələn Slavyan piratlarının bir hədəfi var idi. Qafqazın ən varlı limanı, Zəfəran, duz və neftlə zəngin Bakı. Güclü donanma ilə Xəzərə girdilər və asan qələbə gözlədilər. Amma Şirvanşahlar dövləti onların tanımadığı gizli silahdan istifadə etdi. Yanar neft. Bakılı döyüşçülər nefti alovlandırıb düşmən gəmilərinin üzərinə yağdırdı. Dəniz özü odda yandı və gəmilər alov aldı. Bu məğlubiyyətdən sonra onlar bir daha Bakıya hücum etməyə cəsarət etmədilər. Qələbədən sonra Şirvanşahlar dənizdən gələn təhlükəyə qarşı daha güclü bir qala tikməyə qərar verdi. Səbail qalası. Bakı alovla qorundu. Neft yalnız indi deyil, 800 il əvvəl də Küləklər şəhərinin taleyini həll edib.